Salamlar, arzulayıram ki, yaxşısan. Bu hiss yükləmələri ən yüksək xeyir və xidmət eləsin. Bəli deyərək qəbul edə bilərsən. Bu səs yazısı Balinin ən məşhur və böyük müqəddəs məbədlərindən olan Uluwatu Temple'da yazılıb. Bu hiss yükləmələrdə hamısına bəli deyərək qəbul edirsən. Demək, gözləri bağla, qarın boşluğundan dərin nəfəs al və nəfəsi yavaş-yavaş ver. Təkrar qarın boşluğundan dərin nəfəs al və nəfəsi yavaş-yavaş ver. Və qarın boşluğundan təkrardan dərin nəfəs al və bu nəfəsi yavaş-yavaş ver. Kənarda səslər ola bilər, çünki məbəddəyəm, tək deyiləm normal olaraq. İndi dediklərimə bəli denən. Həyatda istədiyin hər şeyi əldə edə biləcək gücə sahib olduğunu bilmək istəyirsən. Uğurlu olmanın necə bir his olduğunu bilmək istəyirsən. Güclü, ruhani və xəyallarını əldə edən insan olmanın necə bir his olduğunu bilmək istəyirsən. Öz enerji və sahib çıxmanın yaradan tanımını və perspektivini bilmək istəyirsən. Həyatını uğurlu və gözəl şəkildə yaşamanın necə bir his olduğunu bilmək istəyirsən. Torpaq elementivin təmizləndiyini bilmək istəyirsən. Maddi olaraq uğurlu olduğunu bilmək istəyirsən. Böyük pulları həyatıva çəkdiyi və yaratdığını bilmək istəyirsən. Zənginlik içində olmanın necə bir hiss olduğunu bilmək istəyirsən. Hamısına bəli denən, bu hiss yükləmələri yalnız hədiyyəni qazanan insanlara verilir. Möhtəşəmsən, təsəvvür elə ki, sən də bu məbəddəsən və məbədin enerjisi bütün bədənivə yayılır. Bu məbədin enerjisi mavi tonlarında və yaşıl tonlardadır. Məbədin enerjisi başından yaşıl rəngdə enerji daxil olur və pulla bağlı, maddi uğurlarla bağlı, enerjini maddi reallığa yaratmağından bağlı əngəl olan bütün negativləri yuyur. Bu məbəd düz okeanın ətəyindədir. Təsəvvür elə ki, başından daxil olan mavi enerji ayağından çıxır və bütün bədənindəki özünə şübhə elədiyin və ya başqalarından sənə keçən negativləri hamısını yuyur. Pulla bağlı bütün negativ kodları yuyur, bunu hiss elə. Enerji başından daxil olur bədəninə və ayağından çıxır mavi rəngdə və bütün bədənin sanki okeanın maviliyinə yuyulur və təmizlənir. Su ilə bir yerdə paklaşdığını hiss edirsən. Maddi olaraq səni geridə tutan bütün enerjilər yuyulur və gedir. Bunu hiss elə. İcazə ver enerji bədənivə dolsun. Bu məbədin enerjisi ilə sinxronda olmanın uca və xeyirli versiyasının nə olduğunu bilmək istəyirsən. Hiss elə ki, başından daxil olan mavi enerji əllərindən də çıxır. İki əlindən, yəni ana və ata tərəfdən keçən negativləri də yuyur və aparır. İki əyağından, yəni ana və ata liniyasından keçən negativləri də yuyur və aparır. Bunu hiss elə. Möhtəşəmsən. Özünün şəffaflaşdığını və paklaşdığını gör. Və indi məbədin içindəsən və təsəvvür elə ki, yerdən yamyaşıl işıq bədənivə dolur, göydənsə bənövşə rəngdə işıq başından bədənivə dolur. Məbədin yerindən yaşıl rəngdə işıq ayaqlarından bədənivə dolur, təbiətin bolluq, bərəkət və zənginlik enerjisi. Başındansa təbii kainatın, təbiətin, yaradılışın, müqəddəsliyin bənövşə işığı başından bədənivə dolur.
Yaşıl və bənövşə işıqlar bütün bədənində dövr edir. Bunu hiss elə, gör. İndi dediklərimə bəli denən. Öz enerjini işlədərək xəyallarındakı həyatı yaratmanın necə bir his olduğunu bilmək istəyirsən, xəyallarını gerçəkləşdirmənin sənin üçün mümkün və güvənli olduğunu bilmək istəyirsən, uğurlu olmaq sənin üçün mümkündür, bunu bilmək istəyirsən, sən nailiyyətli, uğurlu və möhtəşəm enerjinin sahibisən, bunu bilmək istəyirsən, manifestlərin sənin möhtəşəm enerjindən sinxrondadır və sənin enerjin güclü və təmizdir, bunu bilmək istəyirsən. Sağlam və qərarlı olmanın necə bir his olduğunu bilmək istəyirsən. Ayaqlarının yerə sağlam basmasının necə bir his olduğunu bilmək istəyirsən. Uğurlu, nailiyyətli, gözəl həyatın sənin üçün mümkün olduğunu, güvənli olduğunu, yaradan tərəfindən izinli olduğunu, doğuşdan gələn haqqın olduğunu bilmək istəyirsən. Möhtəşəmsən. Dediklərimə bəli deməyə davam elə, gözlərim bağlıdır. Uluwatu məbədinin möhtəşəm və mistik enerjisinin kök çakrava daxil olmağına necə bir his olduğunu bilmək istəyirsən. Uluwatu məbədinin möhtəşəm və bərəkətli enerjisinin torpaq çakrava daxil olmağına necə bir his olduğunu bilmək istəyirsən. Uluwatu məbədinin möhtəşəm enerjisinin sakral çakrava daxil olmaqla necə bir his olduğunu bilmək istəyirsən. Kök çakrava, sakral çakrava, yer çakrava bu enerjinin doldurmağıma yaradan istiyinə icazə verirsən. Solar plexus çakrava, Uluwatu'nun qədim enerjisinin dolmasının yaradan tanımını və perspektivini bilmək istəyirsən. Ürək çakrava bu məbədin ruhani və müqəddəs enerjisinin dolmağına necə bir his olduğunu bilmək istəyirsən. Boğaz çakrava bu məbədin ruhani enerjisinin dolmağına necə bir his olduğunu bilmək istəyirsən. Üçüncü göz çakrava bu məbədin mənəvi və güclü enerjisinin dolmağına necə bir his olduğunu bilmək istəyirsən. Taç çakrava bu məbədin mistik və tanrısal enerjisinin dolmağına necə bir his olduğunu bilmək istəyirsən. İcazə verirsən, bu çakraları və bu məbədin enerjisini yaradanın gücü ilə doldurum. Möhtəşəmsən. Bədənivə dolan bu məbəddə olduğunu görürsən və bədənivə dolan yerdən yaşıl, göydən bənövşə işıq bütün bədəninə dolur. Belinin ən aşağı hissəsində kök çakran par parıldayır. Göbək dəliyindən 4 barmaq aşağısı bu enerjilərlə par parıldayır. Göbək dəliyindən 2 barmaq yuxarısı bu enerji və işıqla par parıldayır. Sinə qəfəsindəki enerjilər möhtəşəm bir şəkildə bu məbədin enerjisi ilə par parıldayır. Boğaz çakran, yəni ki, boğaz hissən bu məbədin enerjisi ilə par parıldayır. İki qaşıvın ortası bu məbədin enerjisi ilə par parıldayır. Və başıvın üst hissəsi bu məbədin enerjisi ilə par parıldayır. Məbəd okeanın yanındadır və bu dəqiqə günəş batır. Bunu gör, bunu hiss elə. Okeana doğru baxdığı və okeana doğru günəşin batdığını gör. Və hiss elə ki, bu günəşin batışı ilə bir yerdə
qıtlıq, zorluq, mənəvi zəiflik, gücsüzlük, potensialını işlədə bilməməkdə batıb yox olur. Möhtəşəmsən, qaramuşduğundan dərin nəfəs al. Bütün hiss yükləmələri yalnız webinar zamanı qoşulan, mənim hədiyyə verdiyim, mənim icazə verdiyim insanlara niyyətlənib yükləndi. Bütün hiss yükləmələri hamısı yalnız düzgün vaxtda webinarda olanlar üçündür. Ən yüksək xeyir və xidmət edəsin. Sevgi və işıqla qal.